Akademik Raul Qədimov 1962-ci ildə kənd təsərrüfatı institutunu bitirdikdən sonra yaradıcılığını baytarlıq elminin inkişafına həsr edib. İşlədiyi illərdə kiçik elmi işçi dərəcəsindən dosent, elmi katib, elmi işlər üzrə prorektor və rektor vəzifələrinə qədər yüksəlib. Xatirə lövhəsinin açılışında iştirak edən şəhər icra hakimiyyəti başçısının müavini Arif Qaziyev, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının professor və müəllim heyəti, tələbələr alimin keçdiyi həyat yolundan söz açaraq onunla bağlı xatirələrini söylədilər. Tədbirdə mərhumun ailə üzvləri və yaxın qohumları da iştirak edirdi. Mən ilk növbədə bacısı oğlu kimi Gəncə İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Babayevə özlərine təşəkkürümü bildirirəm ki, Akademik Qədimovun elmi və pedagojik fəaliyyətini, onun görkəmli alimliyini bugünkü gündə layiqincə qiymət verdiklərinə görə. Alim ömrünün sonuna kimi epizootologiya, mikrobiyologiya və patanatomiya kafedrasına rəhbərlik edib. O fəaliyyəti dövründə şərəf nişanı ordeni, SSR ixtiraçısı döş nişanı ilə tərtib olunub. Qoyunların infeksiyon xəstəliklərinə qarşı kompleks asosiasiyalı peyvəndəmə üsullarının müəllifi də Raul Qədimovdur. Onun əsərləri Türkiyə, Almaniya, Amerika və digər ölkələrin elm adamlarının marağına səbəb olub. Qədimov doğrudan da tanınmış alimidir. O, öz elmi əsərləri ilə, elmi məruzələri ilə beynəlxalq simpoziumlarda vaxtaşırı olaraq çıxış etmiş və dünya baytarlıq elminin tanınmış nümayəndələrinin diqqətini Azərbaycan baytarlıq elminə cəlb etmişdir. Azərbaycan Kənd Təsərrüfat Akademiyasının rektoru Professor Məmmədtağı Cəfərovun sərəncamı ilə kafedra bundan sonra Raul Qədimovun adını daşıyacaq. Ceyhun Səfərov, Fəruq Qafarov, Xəbər Plus.